Qız bürcünün ən nəzərə çarpan xüsusiyyəti ağıllı olmasıdır. Onlar doğru ilə yanlış arasında fərqi asanlıqla ayırt edə bilirlər. Son dərəcə diqqətli insanlardır. Hər şeyi dəyərləndirir, ölçüb biçir və düşünürlər. Qərar alacaqlarsa müqayisə aparmadan heç bir qərar almazlar. Etdikləri analizləri həqiqətən böyük ciddiyyətlə edirlər. Səhvi çox asanlıqla anlayıb düzəltməyə başlayırlar. Qız bürcü son dərəcə xırdaçı bürc olması ilə diqqət çəkir. Onlar üçün dürüstlük və doğruluq son dərəcə önəmlidir. Bu mövzuda ətrafdakı insanların böyük həssaslıq göstərməsi lazım gəlir. Qızlar hər şeyi səliqəli, simmetrik bir şəkildə yerləşdirməyi sevirlər. Rəng uyğunluğuna, nizama son dərəcə önəm verirlər. Bəzən hətta kitabları belə mövzularına uyğun olaraq yerləşdirirlər. Yaşadıkları ev hər zaman təmizlik qoxusu ilə dolu olmalıdır. Belə bir evə qonaq getdiyiniz zaman o evin sahibinin qız bürcü olduğunu asanlıqla anlaya bilərsiniz. Qız bürcü ağlın planeti olaraq adlandırılan Merkuri tərəfindən idarə olunur. Onları ən çox narahat edən vəziyyət çevrələri və mənəvi vəziyyətlərdir. Qarışıqlığı qətiyyən sevmirlər. Onlar ayaqları üstündə sağlam duruşa malikdirlər. Bunun səbəbi torpaq ünsürünə bağlı olmalardır. Onlar bürclər arasında ən güvən və hüzur verən insanlardır. Dəstəyə, güvənməyə ehtiyacı olan hər kəsin ona da ehtiyacı var deməkdir. Alınmalı qərarlarda doğru addımlar atır və tərəddüd etmədən onları həyata keçirir. Cəld qərarlar alması isə diqqət çəkən insanlardır. Xüsusilə də tibb sahəsində bir çox qız bürcü insanlara rast gəlmək mümkündür. Davamlı şəkildə deyinən insanlar qarşısında sakit olmağı çox yaxşı bilirlər. Qız bürcü insanlar üçün qarışıq yox, olduqca sadə insan olduqlarını deyə bilərik. Kənardan baxıldığı zaman mənəvi sıxıntıları yox imiş kimi görünsə də, bundan əvvəl ona biraz daha yaxınlaşmalı, daha sonra qərar verməlisiniz. Onlar əsla soyuq və adi insan deyillər. Xüsusilə son dərəcə həssas və şəfqətli insanlardır. Ancaq bu istiqamətdə qarşısındakı insana lazım olan diqqəti göstərmirlər. Özlərindəki bütün zəif cəhətləri bilirlər. Bu səbəblə də özündən şübhə edəcək bir xarakterə sahibdirlər. Qız bürcü daim daha öncə etdiyi səhvləri düzəltməyə çalışan insanlardır. Xüsusilə də xarici görünüşləri mövzusunda da çox diqqətlidirlər. Ancaq bu xüsusiyyət sadəcə bununla bitmir. Onlar daxili dünyaları mövzusunda da son dərəcə diqqətlidirlər. Diqqətli, araşdırmağı sevən və xırdaçı davranırlar. Bu xüsusiyyətləri ilə özündəki və qarşısındakı insanın zəif nöqtəsini anlaya bilirlər. Bunları asanlıqla anlaması deyingən olmasına səbəb ola bilər. Etdikləri qarşısındakı insanı dərindən üzə bilər. Dedikləri hər şeydə mütləq gerçəklik payı vardır. Bunu unutmamaq vacibdir. Yaşları irəlilədikcə sabit fikirli və monoton bir xarakterə sahib olurlar. Ancaq bu hal güvənsizlik səbəbindən baş verir. Gənc yaşda olan qız bürcü insanın bu haldan qorxmasına ehtiyacı yoxdur. Özünə güvəni yüksək olan və yüksəlməyi bacaran qız bürcü insana bundan qorxmamalıdır. Gənc qız bürcü nümayəndələri yaşlı qızların məsləhətlərini dinləyə bilər. Qız bürcü oğlanlarının yaddaşı olduqca güclüdür. Onlar həm özlərinə, həm də digərlərinə həyatı zindan edə bilərlər. Ancaq bunu da unutmaq olmaz ki, onlar olmasaydılar bir çox iş yarımçıq qala bilərdi.